Prezident İlham Əliyev. Video çəkib paylaşıb sizdən kömək istəsəkdə Ağdaş rayon icra hakim Firdevsi Məmmədov, icra başçısı Orxan Hüseynzadə, İşıq İdarəsinin müdürü tərəfindən bu 10 minlik elektrik xəttlərinə heç bir tədbir görülmədi. Elektrik xəttləri günü-gündən əylərək sağa doğru gedir, ancaq İşıq İdarəsi heç bir tədbir görmür. Ondan sonra bu Şirə kanalını doldururlar. 10 minlik elektrik xəttidir. Yolun o tayı ilə getdiyi halda keçirdikləri layihəni dəyişib. Buradan da gətiriblər bura ki, icra nümayəndəsi Firdevsi Məmmədov qardaşlarına obyekt düşür. Baxın, bax Şirə kanalını. Firdevsi Məmmədovun qardaşı Baba Məmmədov baxır. Baxın, dolduraraq 1 metrə saxlayıblar. Xahiş edilib bizə köməklik göstərin və tapşırıq verin icra başçısı Orxan Hüseynzadə, Firdevsi Məmmədov. Bu problemlərin qarşılığında bizə köməklik göstərsin. Qardaşlarına bax, bu da obyektlər tikir, Firdevsi Məmmədov. Mübariz Məmmədovundur, o birisi Baba Məmmədovundur.